Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazanın detallı videosunu çəkib göstərəcəm ki, ötən həftə bu mağazanın əsasən qab-qacaq satışı edən mağazasının satış nöqtəsinin detallı videosunu çəkib hazırladıq. Söz verdiyimiz kimi bu dəfə isə əsasən çılçıraq satışı edən Happy Home toptancısının videosunu çəkib sizlərə təqdim edəcəyik ki, burada əsasən qeyd etdiyimiz kimi çılçıraq satışıdır. Çılçırağın hər növü, yataq otağı, qonaq otağı, bağ evləri üçün, restoranlar üçün, ofislər üçün və s. kimi növləri var ki, inşallah mağaza keçdikdə detallı sizlər üçün yaxından tanış edəcəyik. Çılçıraqlarla yanaşı, həmçinin burada lampa satışı da mövcuddur ki, istədiyiniz lampa çeşidini də bu mağazadan çılçıraqlarla bərabər alıb həm mağazanızda satışını edə bilərsiniz, həmçinin də şəxsi istifadə üçün, şəxsi istifadə məqsədi ilə də alıb istifadə edə bilərsiniz. Mağaza keçməzdən öncə ünvanı qeyd eləmək istəyirəm. Ünvan Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 18, korpus 14, mağaza nömrəsi 3. Yəni, Şirniyyat Bazarının axır sıralardır ki, burada əsasən çılçıraq satışları sırasıdır, çılçıraq mağazalarıdır. Həmən Happy Home mağazasını da burada görmüş olacaqsınız ki, rahat şəkildə alış-verişinizdə edə bilərsiniz. İndi isə mağazaya keçib sizi yaxından məhsullarla tanış edirəm. Mağazaya keçməzdən öncə kanalımıza abunə olun, videonu bəyənin. Kanala abunə deyilsə, abunə olun və ətrafınızda kimlərə çılçıraq satışı edir və yaxud da çılçıraq ehtiyacı varsa bu videoda da həm şəxslərlə paylaşın ki, onlar da tanısın bu toptancını və yararlansınlar. Getdik. İndi isə mağazadan başlayaraq bu ikinci zaldan sizə ümumi olaraq çılçıraqları qısa olaraq göstərir və mağaza əməkdaşı Mətanət xanım da bizə məlumatlar da verməkdə kömək eləyəcək ki, hansılarda minimum qiymət neçədən başlayır, hansı modellərdir və s. Gördüyünüz arxamızda bu stol üstü nasik modelləri başlayır. Qiymət olaraq 18 manatdan 20 manatdan başlayır. Rənginə görə, ölçüsünə görə qiyməti dəyişir. Plafon modelləri isə, yumru plafon modelləri yenə də ölçüsünə görə qiymət dəyişir. 7-8 manatdan başlayır, ölçüyə görə qiymət dəyişir. Burada öncədən qeyd edək ki, həm klassik, neoklassik, modern, daha sonra uşaq odaları üçün, yataq otaqları üçün, bağ evləri üçün, restoranlar üçün, ofislər üçün ümumi olaraq bütün çeşidlər və hər kateqoriyanın da bir yüzlərlə çeşidi var ki, zövqünüzə uyğun olanı seçə bilərsiniz. Bu mağaza ilə həmçinin memar və dizaynerlər də əməkdaşlıq edirlər. Bizi izləyənlər varsa da onlar da rahat şəkildə ev təmirlərində müştərilərə təklif vermək istəyəndə, yəni burada satışda olan həmən aydınlatma, işıqlandırma avadanlıqlarından da baxıb seçim edə bilər. Daha sonra isə yuxarıda gördüyünüz LED modellər və bunlar da pilləkən üstü modellərdir ki, pilləkən üstü modellərin də arxa fonda sizə digər modellərini də göstərəcəyik. LED modellər də ölçüsünə görə, yəni modelinə görə dəyişir, materialına görə. LED modellərin latunla olan, nej və latunla bir yerdə istifadə işlənən modellər də var. Məsəl üçün bu üzəri latundur və bir də plasmasla olan modellər var. Qiymətinə görə dəyişir. Ümumi olaraq qiymət olaraq dəyişir. Sadə modelləri, ən sadə modeli LED-in neçədən başlayır? Ən sadə modellərimiz başlayır 80 manat, 90 manat artır gedir. Latunlar başlayır deməli 180 manat, 160 manat belə. Ən ucuzu, amma 130-a da yoxsa? Var. Daha sonra isə göstərəcəyik sizə bu qonaq otağında istifadə olunur, ən çox bunlar, düzdürmü? Evlər üçün, mənzillər üçün. Alüminium korpusu İtalyan modelləridir. Xrustal daşlarla, karbon. Demək, xrustal daşlarla olan qonaq mənzillər üçün olan modellərdir. Burada da yenə ölçüyə görə artıq, bunlar ölçüyə görə qiymət formalaşır. Bəli, ölçüyə görə və onun daşlarına görə. Daşlarına görə. Bunların həmsi İtalyan modeli sayılır, düzdürmü? Bunların, baxın, belə buz formasında, buz sallama formasında olan modelləri də var. Burada Qızılı rəngdə, gümüşü rəngdə. həm qızılı, həm gümüşü rəngdə, həm belə yarpaq modelində olan çeşidləri var. Daha sonra həmən öncə qeyd etdiyimiz şar modelləri, amma pilləkən üstü modellərdir. Daha sonra buraları əsas göstərər. Mağazada yüzlərlə fərqli bura çeşidləri var ki, bunlar əsasən həyət evlərində, çöldə, mağazaların fasad
Yəni fərqi yoxdur. Fərqli məkanlar var. İstəsəz yəni vurmaq olardı. Bu tərəfdən başlayır divar boyunca həmin bura modelləridir ki, burada əsasən neoklassik olan üslubda olan Plastik var, nə? klassik və neoklassik üslubda olan modellərdir. Burada isə fərqli artıq çeşidlər var. Baxın belə tumba üstü işıq modellərdir. Fərqli rənglərdə qara, ağ, gümüşü, qızılı. Bunlar da yenə də həm yataq otağında, həmçinin fərqli olaraq memar dizaynerlər daha yaxşı bilir. Kofe shoplarda, restoranlarda və s. də istifadə oluna bilir. Daha sonra həmən bunların göbələk çətir modelləri var. Bunlar da yenə sensorla da toxunmaqla yanır. Ölçüsünə görə rəngi və diametr xırda böyük olmasına görə fərqli çeşidləri, fərqli rəngləri var. Bura çeşidləri də baxın bu divar boyunca hamısı bura çeşidlərdir ki, spot formasında olan var, nə biləm divara. Baxın belə klassik, neoklassik, modern üslubda olan fərqli çeşidləri var. Kimlər ki bu məhsulların satışını həyata keçirir və yaxud da şəxsi ev istifadə üçün almaq istəyir, tövsiyə edirik ki, hər dəfə mağazaya yaxınlaşsınlar, daha yaxından materialına toxunub, qiymətlərini hər birini öyrənib seçimlərini eləsinlər. Bura modellərdə ən ucuzu neçədən başlayır, Mətanət xanım? Ən ucuzu 20 manatdır. Bura modellər, bura çeşidlərdə 20 manatdan başlayır, üzü yuxarı təbii ki, modelinə görə qiymət dəyişir. Baxın belə fərqli modeldə sallama modelləri də var, şar modellər də var. Daha sonra burada dekorativ həmən buraların belə alüminium materialda olan alüminium korpusdur. Bunların həm yarpaq, həmçinin belə fərqli çeşidləri var. Həmçinin də uşaq otaqları üçün olan plafon modellərdir. Digər tərəfdə isə fərqli lüstr, çılçıraq modeli də göstərəcəm. Bunlar da ən çox rast gəlinirsiniz restoranlarda, daha fərqli məkanlarda, şirkətlərdə, ofislərdə, divarlarında ən çox istifadə olunan modellərdir. Mağazanın digər hissəsində isə mansardlar üçün, restoranlar üçün, bağ evləri üçün daha böyük ərazi və məkanlar üçün məkanlarda istifadə olunan çılçıraq lüstr modellərdir ki, bunların da yenə fərqli çeşidləri, fərqli modelləri var. Bunlarda modelləri bölsək, hansı modellərə ad olaraq desək, kateqoriya model olaraq, Klassik modelimiz var. bunlarda da yenə klassik modellərdir. Modern var. Baxın görün nə gözəl. İtalyan modeli, bu da pilləkən üstü model. Var. Sonra elə bir modelimiz var. Belə bir model var. Modern üslublarda. Buradan da daha böyük ölçüdə olan. Modern. Bunlar da modern modellər. Bunlarda minimum qiymət deyə bilərik, yoxsa Lampa sayına görə qiymət dəyişir, rənginə görə. lampa sayına görə, rənginə görə, modelinə görə həmən bu çeşidlər də artıq dəyişir. Daha sonra bu divarda plafonlu modellərdir. Plafonlu modellərdə plafon sayına görə qiyməti dəyişir. 25 manatdan başlayır. Minimum 25 manatdan, topdan qiymətdir dediyimiz qiymət. Topdan qiymət 25 manatdan başlayır. 3 plafonlular və plafon sayına görə, yenə modelinə görə qiymət dəyişir. Arxa fonda sizə bütün modelləri uzaqdan da olunsa göstərməyə çalışacağıq. Yenə almaq istəyənlər, fikri ciddi olanlar, hal-hazırda axtaranlar mağazaya gəlməyə tövsiyə olunur. Şar modelləri var. Burada da şar sayına görə və ölçüsünə görə qiymət dəyişir. Klassik modelimiz var, 12 lampa. Hansı? Bunlar şar modeli yoxsa? Klassik. Hə, bu klassik gözəl görüntüsü var. Şar modellərinin neçəlikdən başlayır şar say? Modellərimiz daha çox çeşid o tərəfdə. Burada da var da. Baxın belə yığılıb açılan modellər var. Burada belə modellər var. Qiymət olaraq Qiymət olaraq fərqlidir. 80 manata var, 90 manata. 80-90 manatdan başlayır. Burada da fərqli yenə həmən böyük ölçüdə olan şar modellərinin digər
LED model. Buradan başlayır. Yenə də restoran, coffee shop, da ən çox nə bilim qeyri-yaşayış sahəsində də istifadə olunan mətbəxlər üçün. Masa üstü. Burada da yenə fərqli qeyri-adi dizaynda olan gözəl modellər yer alıb ki, burada da yenə qiymət olaraq modelinə görə, materialına görə baxın belə dəmir olan model var, plastik, bunlar da dəmirdir. Bunlar hamısı dəmir gedir. Bunlar hamısı dəmir modellərdir. Alüminium, nə bilim. Qiymət olaraq misal nümunə 20 manatdan başlayır. Ən ucuzu yenə də modelinə görə, keyfiyyətinə görə qiymətlər dəyişəcək. Bura çeşidlərinin burada da klassik, bunlar əsasən klassikdir. Burada da yenə şar modellərdir, LED modellər var. Burada da sırf klassik modern üslubda xrustal modelləri yer alıb. Öz evinizin, məkanınızın dizaynına görə uyğun gələn bura modellərini seçib bəzəyə bilərsiniz. Daha sonra isə mağazanın ikinci zalına keçirik ki, burada da öncə çəkiliş etmişdi digər mağazada. Burada boş qablar, dəstlər, takım dəstlər, cəsli dəstlər də var ki, eyni qaydada bu mağazada gəldikdə burada da bəyəndiyinizi seçib, ayırtdırıb alışını edə bilərsiniz. Qeyd etdiyim kimi ikinci zaldan başlayaraq yenə burada olan modern, klassik üslubda olan həmən çılçıraqları göstərir ki, bundan başlamaq istəyirəm. Oval forması da var. Bunlar demək LED-lərdir və kristal modeldir ki, LED lampalarla təchiz olunub. Oval modeldir. Həmçinin bunun dairəvi olan model də var. Onu da qeyd edelim ki, 3 rəngdə işıq verir. Daha sonra isə bu tərəfdə isə yenə də klassik model var. Modern üslubda olan modellər var. Yenə də kristal modellərin fərqli sallama modelləri var. Burada xrustal deyilən İtalyan modeli var. Baxın. Mağazada həddən çox fərqli üslubda və ölçüdə, dizaynda modellər var ki, zövqünüzə uyğun olanını seçib, alıb evinizi bəzəyə bilərsiniz, istifadə edə bilərsiniz. Burada da yenə modern üslubda olan, avangard üslubda, modern üslubda deyirlər. Baxın belə modellər var. Daha sonra sallama, burada buz modellər də var. Həmən dairəvi kristal model olan. Bu klassik. Bunları da göstərir. Baxın, çox gözəl görüntüsü var. Bunlar da yenə ölçüsünə görə qiymət dəyişir. Lampa sayına görə, şam sayına görə, ölçüsünə görə qiymət dəyişir. Fərqli modeldə, fərqli çeşiddə olan, ölçüdə olan modellər var. Bunlar əsasən klassik üslubda olan çılçıraq çeşidlərdir. Daha sonra isə həmən klassik üslubun bu tərəfdə daha xırda, daha kiçik ölçüdə olan və fərqli modeldə olan çeşidləri var. Yine fərqli restoran, coffee shop və mansard üçün istifadə olunan fərqli modellər asılıb ki, bunlardan da yenə zövqünüzə uyğun seçə bilərsiniz. Bu modeli də zəhmət olmasa yaxından göstərək. Baxın, buz modeli adlanır, daha böyük həcmdədir, daha böyük məkanlar üçün istifadə olunur. Burada da yenə fərqli, böyük həcmdə olan modellər mövcuddur ki, zövqünüzə uyğun, dizaynınıza uyğun olan modelləri seçə bilərsiniz. Həm topdan, həm pərakəndə satış olunur. Ev təmir edənlər, yeni ev alanlar, yenə də və yaxud da mənzilində dəyişiklik etmək istəyənlər bu mağazaya gələrək fərqli çeşidləri əldə edə bilər. Baxın, burada da fərqli LED modelləridir. Belə sallama modellər var. Çılçıraq, lüstr modelləri var. Belə lampa modellərdir, şar modellərdir. Ləkənüstü modellərdir. Burada da ayaqüstü fərqli LED modellər var. Bunlar da yenə buradan alışını edə bilərsiniz. Daha sonra ən çox coffee shoplarda, restoranlarda
rast gəldiyimiz lampa modelləri, sallama modellərdir ki, yenə də burada fərqli ölçüdə və fərqli dizaynda olan çeşidləri var. Bunların qiyməti haqqında məlumat təəssüf ki, verə bilməyəcəm. Mətanət xanım müştəri ilə hal-hazırda məşğul olur. Burada da yenə LED modellərin fərqli üslubu var və bir də sizə baxın burada hərf olan buralar lampa çeşidləridir ki, bunu da yenə həm reklam şirkətləri istifadə edə bilər, həmçinin də özünüz də fərqli məkanlarda öz zövqünüzə uyğun dizaynerlər, memarlar istifadə edə bilər. Sonra isə lampalar haqqında məlumat vermək istəyirəm. Burada da qeyd etdiyim kimi lampa çeşidləri var ki, baxın, topdan satışı olunur. Bayır hissədə də var fərqli, böyük ölçüdə və spotlar üçün, lüstrlar üçün olan, xırda ölçüdə olan çeşidlər də yenə bu mağazadan, bu toptancıdan əldə edə bilərsiniz. Minimum olaraq 90 qəpik 1 manatdan başlayır. Yenə də modelinə görə, ölçüsünə görə qiymət dəyişir. Bu hissədə də yenə şar modellərinin fərqli dizaynda olan modelləri var. Həmən divar buralarının dekor bu cür çeşidləri də var. Baxın, bu ən çox şəkillərin üzərində istifadə olunan belə ledlərdir. Daha sonra isə yataq otağında və yaxud da ofislərinizdə belə telefon şarj qoymağa, telefonun enerji üçün olan hissəsi var. Belə lampası var. Bunun həmçinin digər modellər də var. O bir ikinci zalda, orada da olan çeşidləri sizə arxa fonda inşallah hamısını göstərəcəm. Həmən öncə qeyd etdiyim telefon şarjı, həmçinin də şarjı dəstəkləyən burada digər modellər də var. Stol üstü LED lampa ilə ofislərinizdə, iş masalarınızın üzərində istifadə edib həmçində telefonunuzu şarja qoya bilərsiniz. Bugünkü videomuzda bu qədər dostlar. Maksimum daha çox vaxt itirmədən sizlərə bütün mağazanı göstərməyə çalışdıq ki, mağazada doğru, düzdür ki, yəni həddən çox fərqli modellər var, fərqli üslublarda, fərqli məkanlar üçün. Hamısını tez bir zamanda göstərməyə çalışdıq. Ümid edirik ki, faydalı oldu. Bizdən ki, kimlər ki, öncədən çılçıraq toplantısı haqqında məlumat istəyirdi, görmək istəyirdi, Happy Home çılçıraq mağazasına da gəlib rahat şəkildə istədiyiniz üslubda, modeldə ən böyük çılçıraq mağazalarından, toplantılarından biridir ki, sizlərə çəkib göstərdik. Videonu bəyənməyi və ətrafınızda kimlərə ki, çılçıraq lazımdır və yaxud da evini yeni təmir etdirib və yaxud da bu işlə məşğuldur, çılçıraq satışını edir, onlarla paylaşmağı unutmayın. Kanalımıza abunə deyilsinizsə, hələ də abunə olun ki, digər videolarımızı da tanıyasınız. Başqa hansı toplantılarınızı çəkməyimizi istəyirsinizsə, şərhlərdə, rəylərdə qeyd edin. İzlədiyiniz üçün təşəkkürlər.